qadınlar hamilə olduqda və yaxud da ki, yaş yarımına qədər övladları olduqda həmin qadınlar qısaldılmış iş vaxtı ilə çalışmalıdırlar. Yəni həftədə 36 saatdan artıq olmayaraq həmin qadınlara iş vaxtı müəyyən olunur. Bundan başqa isə həkim rəyi olduqda azyaşlı 14 yaşına qədər övladı olan qadınlar ərizələri ilə müraciət etdikdə onlara natamam iş vaxtı müəyyən olunur ki, natamam iş vaxtı ilə qısaldılmış iş vaxtının zamanı əməyin ödənişi biraz fərqli olur. Qısaldılmış iş vaxtı bir növ imperativdir, məcburidir. Biz bunu tətbiq etməyə borcluyuq. Natamam iş vaxtında isə işçi ərizəsi ilə müraciət etdiyi halda onunla deməli natamam iş vaxtının saatları müəyyən olunur. İşçinin günlük və yaxud da həftəlik iş vaxtı müəyyən olunur. Əmək haqqının ödəniş formasında isə iş vaxtının qısaldılmasından asılı olmayaraq qadınlar əmək haqqını tam olaraq alırlar. Onların əmək haqqısının azaldılmasına icazə verilmir. Natamam iş vaxtında çalışan işçilərdə isə əmək haqqı işçilərin çalışdığı iş vaxtına mütənasib olaraq ödənilir. Yəni nə qədər çalışacaqlarsa ona uyğun olaraq da qarşılıqlı razılıqla əmək haqqı müəyyən olunur və işçilərin əmək haqqısı ödənilir.